ilk öncə onu qeyd eləyək ki, tanrısal sistemdə, ilahi sistemdə nə manat var, nə dollar var. Kiməsə oradan dollar göndərmirlər, kiməsə manat göndərmirlər. Belə bir şey yoxdur. Evet. Bu sadəcə energetik bir prosesdir. Yəni, məsələn, bir zavodu götürək, zavodda istehsal gedirsə, istehsaldan sonra həmin o məhsulun satışı çıxır və satışdan artıq geri dönüş başlayır. Nəyinə? Maddi olaraq, pul olaraq, vasitə olaraq geri. Yəni, bir zavodun istehsalı, ürətdiyi bir şey pul olaraq geri dönür. Biz insanlarda əslində həmin eyni bir zavod mexanizmi kimi işləməliyik. Yəni, bizim daxilimizdə bir məhsul istehsal eləməliyik ki, o məhsulun satışından, yəni o məhsulun təqdimatından sonra geri dönüş olsun nə? Maddi olaraq pul vasitəsi. Biz bir şey üretmədən bir şey qazana bilməyəcəyik. Yəni, mütləq özümüzdən bir enerji verməliyik ki, xidmət göstərməliyik ki, onun qarşılığında pul gəlsin. O, indi oturub bəzən görürük videolarda ki, mənim çoxlu pulum olsun deyə 100 dəfə bu sözü dinən evin olacaq, 100 dəfə bu şeyi dinən pulun olacaq. Afirmasiyalar. Bu şeylər insanlara o qədər aldadıb ki, onlar elə bilirlər ki, heç nə eləmədən, sadəcə əyləşib o sözləri desən, pul göydən töküləcək sənin. Bunu qısa bir, mən bir videomda bunu izah eləmişim, qısa bir misalla izah edeyim. Təsəvvür edin ki, 1-ci mərtəbədən 11-ci mərtəbəyə qədər su vurulmalıdır binaya. Motor var, su var, amma enerji yoxdur ki, həmin motor işə düşsün, suyu 1-ci mərtəbədən 11-ci mərtəbəyə vursun. İndi burada gəlin 100 dəfə o 11-ci mərtəbədə oturan adam desin ki, suyum gəlir, o su gələsi deyil. Çünki enerji yoxdur. Yəni, biz eyləmlərimizi, attığımız addımları sadəcə məhdudlaşdırıb otursaq ki, heç bir addım atmıram, istəyim və arzularım yönündə, öz potensialımı üzrə çıxartmaq yönündə heç bir addım atmıram və sadəcə oturum, mənə də pul gəlsin, evim olsun, maşınım olsun, belə bir şey yoxdur, olmayacaq. Reallıq, bu sistemin işləmə mexanizmi bu formadadır ki, biz birinci özümüzü tanımalıyıq, hansı potensiala, hansı bacarığa sahib olduğumuzu fərqində olmalıyıq və həmin bacarıqlar istiqamətində addımlar atmalıyıq. Bir nüansda var, Azərbaycan, bunu mütləq insanlar anlamalıdır ki, biz pula odaqlı işləməli deyilik, pula fokuslu işləməli deyilik. Biz işin özünü sevməliyik. Ən azından əlimizdə olan alətlərin görməməzliyindən irəli gəlir. Bizim yanımıza gələn pasientlər adətən, belə deyək də, özlərinin görməməzliyindən yaranır o problemlər. Bilməməzlik deyil. Yəni biz əslində insanları özlərinə göstəririk kənardan ki, sən əslində bu potensialların var, bu bacarıqların var və bunların üstündə əlində olan alətlərlə işləsən, sən uğur qazana biləcəksən. İnsanlar o alətləri, o bacarıqları görə bilmədiklərinə görə özlərini bacarıqsız, heç nəyə layiq olmayan, heç nəyə bacara bilməyən bir insan kimi düşünürlər. Zehninsel olaraq yenə gəlir, eyni şeyə çıxır. Düzdür, bunun bəzən anadan, atadan olan travmaları var, bu öz yerində. Amma əsasən o daim ləngidilmək prosesi ki var, sabah olsun, birisi gün olsun. Bunların hamısı həm də ona bağlıdır ki, adamlar özlərinə layiq bilirlər, bacarmayacaqlarını düşünürlər. Burada o daxilən dediniz, bunu da qeyd eləmək lazımdır. Mənəvi olaraq nə qədər böyüyürsə, maddi olaraq da o qədər biz əslində böyüyürük. Bəzən insanlarımızın, bunu da mütləq qeyd eləmək lazımdır. Adamlar var, çox biliklidir. Biliylə yükləniblər, amma o biliklərini sata bilmirlər. Bax, əslində problem buradadır. İnsanlar həm də öz biliklərini düzgün satmağı bacarmalıdırlar. Bu olmayanda artıq həmin o, belə deyək də, mexanizmin bir tərəfi axsaq qalır ki, hansı ki, o tərəf gəlir gətirən tərəfdir. Bazarın, marketingin öz qaydası var.
biz yalnız bilik əldə eləməklə, yalnız öz potensialımızı üzə çıxartmaqla yetinməməliyik. Həm də bunu necə bazara çıxartmalıyıq, necə satışını təşkil eləməliyik və bu tərəfini də mütləq bilməliyik.